Hər kəsə salam qızlar, yeni vloglar sizi salamlayıram. Kanalıma xoş gəlmişsiniz. Bugün səhərdən durmuşam və kursa gəlmişəm. Bugün işlərim çoxdur, ona görə də istədim ki, vlogluyum. Bu gördüyünüz lift isə bir türlü işləmir, ona görə də bunu piyada qalxıram. Çünki digər liftlər doludur, lift deyirəm, eskalator. Və yaxşı ikinci mərtəbədədir, çox yol gəlmirəm. Və kursun başlamamışdan əvvəl otağı sizə göstərmək istəyirəm. Adətən ikinci otaqda oluruq, yəni burada dərslərimizi keçirik və indi müəllim gələcək və dərsə başlayacağıq. Sonra yenə qaldığım yerdə davam edəcəm. Dərsim bitdi qızlar. 1 saatlıq dərsim var idi, saat 10-dan 11-ə kimi. İndi isə saat 12-yə diş həkiminə yazılmışam, ora gedək. Düşünürəm ki, saçıma da rəng qoymaq lazımdır. Bəlkə rəng qoyarıq saçıma da. İndi gedək molun aşağısındakı marketdən bulka və çöplü sokalım. Çünki diş həkiminə gedəcəm. İşim düzəldəndən sonra 2 saat ərzində yemək yeyə bilməyəcəm. Mən də səhər tezən heç nə yemədən çıxmışam. Sadəcə bir dənə gördüyünüz o kofeni içmişəm. Ona görə də gərək gedim nəsə alım, yeyim. Gedək birlikdə baxaq görək. İnşallah təzə bişmiş bir şey olar. Buranın əslində siz nəyini sevirəm? Neft Akademiyasında, Neft və Sənaye Akademiyası ilə üzbəyiz mol var. Çox gözəl bir şeydir. Tələbə üçün indirimlər də var yemək yerində. Üstəki aşağısında, yəni ki, universitetə bu qədər yaxın bir marketdə təzə bişmiş bulkalar olur. Səhər tezdən yemək üçün. Çox qəşəngdir. Bizdə Bakı Dövlətdə oxuyanda elə bir şey yox idi. Bufetdə də dəhşət baha satırlar yeməkləri. Yəni tələbə büdcəsi ilə nəzərə alsa, hər kəs ala bilmir və marketi çox uzaqdadır. Ümumiyyətlə Bakı Dövlət çox böyükdür və market nə qədər verirlər ki, 10 dəqiqə verirlər tənəffüs. Məncə burada da bütün dərdlərimi deyim. Məncə Türkiyədəki kimi dərs aralarını biraz uzun tutsaydılar, insanlar rahat yeməyini yeyə bilərdilər və ən azından Bakı Dövlətdə bir mərtəbədən digər mərtəbəyə keçmək elə 5 dəqiqəni, insanın 5 dəqiqəsini alır. Demək keçdim bir dənə özüm üçün. Burada bir dənə şey satdılar, bilməm yoxlamısınız yoxsa yox. Zeytunlu pendirli börək kimi gedir. Adı səhv eləməmsə baxıram. Poğaça, zeytunlu pendirli. Çox qəşəngdir, çox dadlı olur. Yeməmsizsə mütləq qısmayın. Neysə baxım görüm çöplü soklar hardadır. Bir dənə də portağal şirəsi götürüm və çıxaq. Bu arada qiyməti 1 manat 20 qəpikdir. Baxın. Bu arada qızlar, mənə sual gəldi ki, diş həkimimiz hardadır? Mənim diş həkimim harca 7-8 il əvvəldə elmlərdə gedirdim. İndi çəkərəm sizə oranın yerini. Həm də biraz tanışlıq da var həkimimlə. Ona görə ora gedirəm. Məndə bu arada qapaq qoyulur burada və bulam olunmalıdır. Bir dənə dişim çəkilib keçən dəfə. Dişimin sağalmasını gözlədik ki, onun üstünə qapaq eləyək. Yəni bu formadadır işim. Onları həll elətdirim, çünki vacibdir. Diş məsələsini də heç sevmirəm. Adətən qızlar evdən yeyib çıxmamışamsa gəlirəm, birinci marketdən alıram belə simit, poğaça tərzi bir şeylər. Sonra isə onu burada oturub yeyirəm. Buranı da təzə düzəldiblər, çox bəyənirəm. Gəldim, çatdım axır ki diş həkiminə. Həkimim isə hələ gəlməyib, saat 1-ə işləyir. Mən də bunu bilirdim, çünki artıq tutmuşam xasiyyətini. 15-10 dəqiqə, 15 dəqiqədə olsa gecikə bilir. Bu arada görünən gözəl yazıdır, bu çox sevirəm bunu. Bəzi insanlar var da, yəni gecikmə problemləri olur. Bu mənim üçün problem deyil, sadəcə mən bunu bildiyimdən əvvəlcədən işimi qarantiya almışam. Ona görə də ajandamı və Instagram və YouTube üçün olan dəftərimi yanımda gətirmişəm. Mənim belə bir ajandam var, Temudan almışdım, yadınızdadırsa. Günlük planlarımı nə edəcəyimsə bura yazıram. Belə daha mən planlı olur.
oluram və daha çox iş görmüş oluram. Bu ajanları çox sevirəm. Qiymət də o qədər baha deyil. Temudan sifariş edə bilərsiniz. Bunu isə Səbuy mənə almışdı. Çox şirindir. Həmişə üstümdə gəzdirirəm. Bu dəftər isə mənim YouTube və Instagram postları fikirlərimi yazdığım bir dəftərimdir və həkim gəldi, başlayırıq işə. Digər çəkdirdiyim dişin yeri sağalmadığı üçün bu gün bir dənə blom eləyəcəyik. Ondan sonra isə plomb artıq necə deyilirsə, onu edəcəyik və çıxacağım. Yəqin ki, çox qısa çəkəcək. Demək qızlar, gəldim istəyirəm ki, Neftçərdəyəm bu arada. Dekoliv, bilməm, eşitmişsiniz yoxsa yox. Dekoliv mağazasına getmək istəyirəm. İndi sizin üçün də çəkəcəm. Şokolad qabı almaq istəyirəm. Bizim evdəki şokolad qabı biraz balacadır, biraz irisini axtarıram. Bir də Rossmanda Rivalminin pudrası var. İstəyirəm ki, ona da baxım, əgər bu filialda varsa. Çünki bütün filiallarda hamısını tükətirsiniz. Mən bir türlü ala bilmədim. Onu almaq istəyirəm. İndi düz qarşıda burada Rossman var. Baxıq görək orada varsa elə oradan götürək pudranı. Gəldim. Təsvir ki, burada bitib. Bir dənə növü qalıb burada. Bu növü, amma mənim istədiyim növ deyil. Amma bir dənə bundan götürdüm, baxın. Bunu çox tərifləyirlər. Dedim, sınayarıq dodaqlar üçündür. 3 manat 99 qəpiyə düşüb endirimlə. İndi baxım, görüm alacağım başqa bir şey varsa, yeni də aldıqlarımı evdə sizə göstərərəm. Bir də qızlar, bu ikisini lak olaraq mən əfsanədə görmüşdüm. Qiymətdə 3 manat 50 qəpikdir. 5 saniyədə daha doğrusu quruma effekt verir. Qırmızı rəngini götürdüm. Bir dənə belə şəffaf götürdüm üstündən vurmaq üçün. Baxarıq, yoxlayarıq. Bu arada qızlar, indi gördüm ki, Mişa burada endirimlədir. Baxın, 18 manatda düşüb. Ala bilərsiniz. Məndəki nömrəsi No 27 idi. Çox soruşulurdu. Onu da demək istədim. Bir də hələ ki, əlimdə mənim şey var, hidrofil yağı. Amma bitəndə gəlib bu Zepress'dən hidrofil yağını almaq istəyirəm. Qiymətdə 16.84-də düşüb. Uyğun olur yəni. Deməli, bir dənə də üz maskası almaq istəyirəm. Bu kil maskasıdır. Bunu da görmüşdüm. Bir dənə blogerdə çox tərifləmişdi. İstəyirəm alım, yoxlayım. Qiymətdə 9.90-dır səhv eləmirəmsə endirimdə. Yoxlayarıq deyə götürdüm. Təbii ki də kağıt maskalara da birini əlavə edirəm. Çünki hal-hazırda endirimdə 1.99-a düşüb. Mişanındır. Mişanın heç kağıt maskalarını istifadə eləməmişəm. Sınamamışam, amma dedim götürüm. Həm də mən hər dəfə bir dənəsini alıram, atıram. Çünki kağıt maskaları çox sevirəm. Belə zövq verir mənə bunları şkafımda görmək. Ona görə də həmişə endirimdən bir dənəsini alıram və beləliklə də çox almış olurlar. Bu arada hava çox pis idi, amma çox gözəldir. Çıxdı. Gedəcəm evə, sonra Adeli götürək çıxaq çölə. Yəqin ki, onu bilmirəm. Bu vloqa əlavə edim, yoxsa yox, uzun olmasın, yəni siz də sıxılmayasınız deyə. Amma ki, düşünürəm ki, bayaqdan hava çox soğuk idi. Düşünürdüm ki, Adeli çıxarda bilmədim havaya. Bugün Səbuy evdədir, həm ailə günü eləyərdik. Amma hava düzəldi, günəş çıxdı, buludlar falan, əla oldu hava. İşimi qutarım burada. Dediyim kimi, girim bir dənə şokolad qabına da baxım. Sonra yenə sizə də oradan bir iki şey çəkəcəm. Çünki Instagramda səhifələr çıxdı qabağıma. Mən çox bəyəndim, qəşəng görünürdü. Həm də qiymətli biraz uyğun idi. Yəni, daha doğrusu endirimə düşmüşdü. Təəssüf ki, mənim hamam otağımda belə, yəni istifadə edə biləcəyim, buna qoya biləcəyim bir yerim yoxdur. Amma belə miniləri də var ki, məsələn, içinə hamam dəsmalı qoya biləcəyiniz qəşəng qiyməti 14.90-dır. Hasır səbətlər var, həsir səbətlər çox qəşəng görünürlər şəxsən. Bunlar da çox şirindir. Bir də son üstünə belə bir həsir almaq istəyirəm. Bunların böyükləri var, qiymət 4.90-dır. İndi soruşacağım, görün bu balacasının qiyməti neçədir, çox qəşəng görünür. Belə həsirlərlə yanaşı plastik qablar da var. Çox qəşəng, hər ölçüdə var, qəşəngdilər. Bu arada bu videoda reklam yoxdur. Sadəcə mən Instagramda gördüm, endirimləri vardı. İstədim bu endirimləri sizinlə də paylaşım. Məncə qəşəng endirim olunub. Məsələn, 1.90-dan falan belə qəşəng endirimlərə düşüb. Bunlar da çox belə baha deyirlər. Yəni 19.90 da qiymətləri.
Yenə dediyim kimi bu həsillərin qiymətini soruşacağım və baxın görün başqa nə satılır. Belə dəsmallar da var. Bu dəsmallardan da 3.90, 4.90, 5.90, 1.90 bir daha balacaları ala bilərsiniz. Belə hamam dəsmallar da var böyük ölçüdə. Onların da qiyməti 11.90. 11.90-da rəng çeşidləri də var, yəni qəşəngdir. Bunu istəyirəm götürüm, çox qəşəng çərçivədir. Qiymət də 4 manatdır. Instagramda məhsullar göstərəndə arxada belə fon çərçivə götürə bilərəm, həm də yazısı çox qəşəng bilə bilirəm. Fərqli belə formalarda da baxın 3.90-a və bunun belə böyük ölçüləri də var. Düşünürəm ki, çox böyüyə ehtiyac yoxdur. Məncə bu kifayətdir. Bir gözlük gördüm qızlar, çox qəşəng görünür. Qiyməti 3.90-a düşüb. Deyirəm bunu alın. Bəzən makyaj eləyəndə arxası da belədir qəşəng. Makyaj eləyəndə salonda edirəm və orada güzgüm olmur. Düşünürəm ki, qəşəng bir dənə bunu götürək. Bu arada sadəcə bu forması yox, fərqli formalarda da yəni var. Bu yadınızdadırsa, məndə evdə var, sizə yeni göstərəcəm. Bunun balaca boyu 5 manat almışdım. Səhv eləməmişəm. Burada böyük boyu 10.90-dır. İndi bilmirəm Temuda neçədir. Belə dekorativ güllər çox qəşəngdir. Hamam otağına çox yaraşıqlar. Təəssüf ki, yerim yoxdur, amma qiymətini sizə göstərəcəm. Bunlar da məsələn görün, həm qabı gözəldir, həm gülü gözəldir. Təbii oxşur, həm də qiyməti 9.90. Belə sarıların da qiyməti 5.90. Qəşəng görünürlər. Yuxarıda da beləsi var, yuxarıdakılar da 5.90. Hələ bunların gözəlliyinə baxın, 6.90-dır. Çox qəşəng görünürlər. Bu iki vaza arasında qararsız qalmışam ki, mənim jurnalimə hansı gedər sizcə bu yuxarıdakı qəşəngdir, yoxsa bu aşağıdakı qiymətləri eynidir. Fikirlərinizi yazarsınız. Bir dənə, bunu çox bəyəndim əslində. Sadəcə giriş hissəsi balacadır. 2-3 dənə ağ gülüm var, qəşəng ola bilər. Bu isə daha iridir. Amma bilmədim hansı yaxşıdır. Aldığım məhsulları evə gedəndə sizin üçün göstərəcəm. İndi isə gəlin qızlar, Dekolikdən aldıqlarımı sizə göstərim ki, nələr aldım. Əslində çox bir şey almamışam. Sonda mən sizə qiyməti də göstərəcəm, yəni qəbzi də göstərəcəm. Gəlin birlikdə baxaq. Birinci onu göstərim ki, belə bir çərçivə aldım. Mən istəyirəm ki, Instagramda postlarımı paylaşarkən arxa fon düzəldim. Ona görə belə bir çərçivə aldım. Yazısını da çox bəyəndim. Əslində istəsəniz bunun içindəki çıxları bir şəkildə qoya bilərsiniz yerinə. Amma məncə də belə də çox estetik görünür. Salonda jurnalın üzərinə qoyacağım. Orada birlikdə qoyarıq, baxarıq görə necə alınır. Orada mənim gülüm var. Sadəcə rənglidə istəyirəm ki, daha estetik bir forma ilə dəyişək. Bunun qiyməti 5 manat idi. Ölçüləri də vardı. Bir bundan balacası var idi. Videoda göstərdim. Bir də buna irisi vardı. Orta ölçü götürdüm. Ən balacasının qiyməti 4 manat 50 qəpik. Yəni aralarında 50 qəpik fərq var idi. Səhv etmirəmsə belə idi qiymət. Ondan sonra belə bir güzgü aldım. Bunu dekorativ yox. Videoda da dedim. Bəzən makyaj eləyərkən yataq otağında yox, salonda eləyirəm. Videolar çəkərkən əsasən salonun işığı daha yaxşı olur. O zaman əlimdə belə üzgüm yoxdur. Onun üçün aldım. Qiyməti 3 manat 90 qəpik idi, səhv etmirəmsə. Çox qəşəng görünür və bunun rəngləri də vardı, çəhrayı forması. Qiymətinə görə məncə çox gözəl idi. Mən çox bəyəndim, baxın, formada. Belə. Ondan sonra vazo aldım. Bir dənə də içinə qoymağa belə dekorativ aldım. Bunun qiyməti 3.90 idi. Bunun qiyməti 6.90 idi. Videoda da aydın göstərdim. İndi bunları açacağım. Jurnalidə bəziyək. Fonda Adişin piş-pişin səsi çox olduğu üçün üstündən səs yazmaq məcburiyyətində qaldım. Deməli qızlar, aldığım 4 parça məhsulun ümumi qiyməti 20 manat 70 qəpik elədi. Düşünürəm ki, qiymətləri həm uyğundur, həm də çox estetik məhsulları var. Və qızlar, Rossmanndan da bir şey almışdım. Deməli, birincisi belə kağız maskalardır. Bunları çox sevirəm. Kolleksiyonuma əlavə eləyəcəm. Yəni belə lak götürdüm. Bu lakların normal laklardan fərqi nədir? 45 saniyədə qurumasıdır. Bunu mən çox bəyəndim. Deyilənə görə, bu arada Rival Delop markasındandır. Rossmannda satış var. Qiyməti 3 manat 90 qəpik idi endirimlə. 45 saniyədə quruyur. Baxacağım, fikirlərimi sizə bildirəcəm. Bir dənə də belə top qatını aldım şəffaf üstündən keçmək üçün. Deyilənə görə bir qatı bəs eləyir ki, lak özünü göstərsin rəngini. Düşündüm ki, qısa formada, ayaq dırnaqlarına da qırmızı rəng çox gözəl yaraşar. Ona görə bir dənə qırmızı, bir dənə də şəffaf rəng götürdüm.
Bir də çox təriflənilən, bunu əsasən blogerlərdə görmüşəm. Sinozun bu gil maskasını götürdüm. Maskam qurtarmışdı hazır. Belə kağız maskalarım var, amma belə maskaları daha çox sevirəm mən. Gəlin indi birlikdə bunu açaq. Bu formada bir maskadır. Bunu da videolarda sizinlə birlikdə yoxlayaram. Gündəlikdə istifadə edəcəm və fikrimi mütləq ki bölüşəcəm. İndirimdə bunun qiyməti 9 manat 90 qəpiyə düşmüşdü. Maska isə 1 manat 90 qəpiyə düşmüşdü. Ümumi məbləğ Rossmanda gəlin sizə göstərim. Nə qədər tutdu? 18 manat 66 qəpik tutdu. Belə bu formada. Məncə yaxşı bir alış-veriş oldu. Mən çox bəyəndim. Elə bir aydayıq ki, havanı tutmaq olmur. Gah günəş çıxır, gah yağış yağır, külək olur, külək kəsir. İndi də külək başlamışdı, günəş də batırdı. Dedik çox uzağa getməyək, Adeldə xəstələnməsin. Yanımızda dana burger var, heç olmamışıq, amma kənardan görüntüsünü çox bəyənmişik. Əvvəlcədən həmişə oradan keçəndən düşündük ki, ora gedək, axşam yeməyini orada yeyək. Gəldik menüyə baxırıq qızlar. Burada setlər var. Həm doyurucu, həm də çox sərfəlidir. Mən ilk dəfə oluram bu arada dana burgerdə. Yəni əvvəlcədən yeməmişəm, fikrim yox idi. Ailə set götürdük. Mən sizə indi göstərəcəm götürdüyümüzü də. Adel əvvəl balaca olanda yerində dayanırdı. Böyüdükcə isə artıq oturmur. Və Kaliskanı da heç sevmir, taksi də heç sevmir. Deməli, gəl sizə menünü göstəreyim. Həm qiymətləri uyğundur, həm də doyurucudur. Biz ailə set götürdük. İçərisində 2 nuggets, 2 kola, 2 ayran, 1 pizza, cheeseburger, chicken burger və 2 dənə firi var. Qiymət isə 25.90 idi. Çox sərfəli idi. Belə burada içkiləri gördüm. İçkilər də o qədər bahalı deyillər. Yəni standart qiymətlərdir. Bəs siz necə daha əvvəl burada olmusunuz? Əgər olmusunuzsa, mütləq aşağıda yorumlarda paylaşın. Instagramda paylaşanda çox insan mənə buranın yerini soruşdu. Qiymətlərimiz də əla idi hər şey və burada servis haqqı yoxdur. Məsələn, setin qiyməti 25.90 idi. Servis haqqı yox idi. Yəni elə 25.90 ödəyib çıxırsınız. Gəldik, çıxdıq evə, Adeli yatıstırdım. Səbu getdi dostlarla görüşməyə və mən də oturdum ki, laklarımı çəkim. Deməli, qızlar, ayaq dırnağımı bu lakları çəkdim. Heç 45 saniyəni gözləmədən, hardasa elə 25-30-cu saniyədən lak qurudu. Ona görə də çox bəyəndim. Məncə qiymətinə dəyir. Əgər işiniz varsa, gözləməyi sevmirsinizsə, ki, mən sevmirəm, qəşəng məhsuldu. Çox soğuk idi. Mən də çayımı süzdüm, gəldim, oturdum, dizim başlayıb, uzaq şeirə baxıram. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Başqa videolarda görüşəndə kanala abunə olmağı unutmayın. Sizi sevirəm.